Salam əziz dostlar ki, bugünkü kitab oxuma bəhsimizə gələcəklər və o dostlar ki, sorulardan qoşulacaqlar. Kaş dostlar utanmayalar. Çox şeyə utanmırıq. Bizim insanlarımızın bir çoxu söyüş verirlər, utanmırlar. Amma kitab oxumağa niyə utanırıq? Onu da məsələn gündə bir səfər oxuyaq və hərə öz riştəsində, sahəsində, bildiyi elmidə, danışda bir dənə türkcə, xüsusilə latin əlifbası ilə yazılan türkcə kitablardan birini götürə oxuya və biz onu nəqd eləyə, biz də onu qulaq asaq, onu yenə də biz özümüz də fikrimizlə bir salaq çıxaq və öyrəşək. Amma mütəəssifanə hələ mən görmürəm. Dostlar görsələr mənə də göndərin lütfən linklərini, mən də dostluğa qəbul edeyim və baxın. Mən oxuduğum kitabın adı Türkçülüyün əsaslarıdır. Yazan Ziya Gökalpıdır. 42-ci səhifəni oxuruq. Masallar əski mənqibələrlə mitlərin artıqlarıdır. Masal nəqillər deyir nədir? Nəqili tərif edir. Baxın, yenə dediyim kimi İran camiyyətşünaslığında bunları bizə deməyiblər. Biz bunları oxumamışıq. Onun üçün indi burada mənə hər şey cəlibdir. Masal, hekayələr, nağıllar ki vardı millətin ağzında, sinədən sinəyə tarix boyu gəlib. Bunlar nədir? Deyir ki, əski mənqibələrlə mitlərin artıqlarıdır. Deyir ki, bizim əski tarixdə, Türk tarixində bilirsiniz, müxtəlif dinlərimiz olubdur, müxtəlif hökumətlərimiz olubdur. Onun üçün də müxtəlif zamanlar keçirmişik, aşamaları aşmışıq. Onun üçün də bizim çoxlu əski mənqəbələr, yəni dinlərə aid dinnamələr məsələ. Din haqqında bir şeirlər, mərsiyələr, filanlar, hər nəşi var. Yaxçı pis, olar. Və habilə mitlər oldu usturələr. Usturələrin artıqlarıdır. Yəni bu hekayələr onların artığıdır. Necə bir yeməği yeyərik, onun artığı qalar. Bu masallar da o mənqəbələr, dini mənqəbələr, ya o dini hekayələr, ya dini usturəvi şeylərin artığıdır ki, hekayə şəklində bizim bu nəsildən nəsilə, zehnindən zehnə axıb gəlibdir. Bir tərəfdən əski türk dini ilə uzaq doğu millətlərinə məxsus dinlərin, digər tərəfdən bunların bütünü ilə bu gündə oxuma, yazma bilməyən xalq arasında yaşamaqda olan tandırnamə hökmləri və masalları arasındakı qarşılaşdırmalar bu gerçəyi ortaya çıxarmaq üçün yetərlidir. Dünənləri o şeydən danışırdı ki, bizim bəzi insanlarımız, dünənki səfərini ki oxurdu, orada deyirdi ki, bəzi insanlarımız hala o əski türkün əski dövründədir. Sultani dövrəsinə geçməyibdir ki, hala millət dövlət dövrəsinə əsla geçməyiblər. Dedi ki, onlar bir tandırnamələr vardı, o tandırnamələrin üzü ilə bunlar yaşırlar hala. Bunlara dedi ki, geri qalmış insanlar adını qoydu. Amma məncə doğru bir yaxlaşım deyil. Çünki bizim məsələn sistemimiz bilmirik ki, bəşərə nə qədər faydası olubdur, olmayıbdır. Sadəcə hakimiyyət üzü ilə bunu elədik, böldük. İndi deyir ki, bir tərəfdən əski türk dini ilə uzaq doğu Asiyayı Dur şərqi ya Asiyayı Dur uzaq doğu şərq, uzaq şərq millətlərinə məxsus dinlərin, onların özlərinin məxsus dinləri varmış. İndi də bilirik, məsələn, müxtəlif orada dinlər vardı. Xüsusən Hində gələndə dahi, əlbəttə orta doğu olur. O uzaqlarda dinlər vardı ki, onlar hala bir çoxları qalır. Məsələn, Japonda imperator özü bilə Allahdır. Yəni, əgər diqqət buyurun, Qacar dövründə də biz də imperatorumuzu bir Allah kimi bilsəydik, biz bugün Japonu keçmişdik. Amma təəssüflə biz bir ayrı dinimiz var idi. Doğu millətlərinə məxsus dinlərin digər tərəfdən bunların bütünü ilə bu gündə oxuma, yazma bilməyən xalq, baxın, deyir ki, bu gündə bir iddə insanlar, dedik dünənlərdə bunu demişdi, oxuma, yazma bilməyən xalq arasında yaşamaqda olan tandırnamə hökmləri. Tandırnamə bir dedik əski dinlərdən,
mitlərdən, yəni usturələrdən gələn hökmlərdir. Deyir, onun hökmləri bu yazmaq, oxumaq bilməyən türklərin arasında hala davam tapır və masallar arasındakı qarşılaşdırmalar, deyir, masalların da içində qarşılaşdırma var. Yəni, məsələn, filan qəhrəmanla filan qəhrəmanı üz-üzə gətirir. Məsələn, Şahnamədə siz bunu çox görürsünüz. Firdevsinin Şahnaməsində ki, insanlar, camiələr, millətlər bir-birinə qarşı gəlirlər və o millət ki, istir o birisini təhqir eləsin, onları div, qeyri-insan görsətməklə onları ölümlərin insanlarla da rahat edirlər. Dedik, məsələn, əgər iki nəfər bir-birinə yoldaşdır, ya ər-arvaddır, ya dədə-baladılar, əgər bir-iki dəfə buna deyək ki, eşşək, öküz, inək, mal, ondan sonra bunu döymək mərhələsinə gedər. Çünki əvvəl onun zehnində, həm özünün zehnində onun insanlığın gətirdə şəhididir, o insan deyil, eşşəkdir, ya heyvandır. Sonra da o adam ki, bu sözü eşidir, onun zehnində gəldi, özünün şəxsiyyəti gəldi şayə. Onun üçün o çox müqavimət eləməyəcəkdir, bu da çox insani rəftar eləməyəcək, heyvani rəftar eləyəcək və onu döyəcək ya öldürəcək hətta. Bu yüzdəndir ki, görürük ki, İranda məsələ arvadların, qızların, uşaqların dədə yanında haqları azdır. Və hətta bəzən görürsünüz, qardaşlar, ya dayı, əmi, dədə, böyük baba özlərinə icazə verirlər ki, bir qız uşağın ya gəlinin ya arvadını öldürə bilsin. Çünki o zehnində əvvəl onu insan bilmir, sahibi ixtiyar bilmir. Bu onu deməyə çalışır. Çünki onda qarışır, dedim da, məsələn, heyvanla insanı biz, məsələn, heyvanı kəsəndə çox az adamın narahat olar. Çox az adam. Bizim kültürdə, fərhəngdə, təməddündə. Və çox az adam vardır ki, onunla ruhi, o heyvanla, o xoruzla, o toyuqla, o qoyunla, o keçiylə, o ördəklə, o qoyunla, o camışla, o inəklə bir ruhi əlaqə qoya ortaya və onun ətində sonra yeməyə, məyus olar, əfsurda olar, çox az adam olar. Amma məmulən biz bu cürsə adət eləmişik ki, onlar üçün insan bilmirik və onları kəsməyə haqqı bilirik özümüzü, çox rahatca kəsirik, çox rahatca yeyirik, çox rahatca dərisini soyuruq və heç kəsin narahat olmur. Bu, həman qarşılaşdırmadır. Yəni, biz bunu zehnimizdə qarşılaşdırırıq və ona yaşam haqqını tanımırıq. Yaşam haqqını tanımayanda öldürməyə gəlir. Eyni o ki, düşmən də bu cürdür. Məsələn, indi panfarsizm bizim dilimizə və bizim özümüzə yaşam haqqı tanımır. Tanımadığı üçün də bunun qabağında müqavimət edir. Biz məsələn bir haqq istəyirik, o deyir, yox, mənim gücüm vardır, səni insanlıqdan gətirmişəm əşağıya, sənə türkçəxər demişəm, sən də onun qabağında müqaviməti olma, eləməmisən, sən bu tohinə adət eləmişsən, tohini öz şəxsiyyətinin, karakterinin bir parçası bilmirsən. Biz də bunu bir parçası bilmişik. Ondan sonra ki, indi bu cür oldu, sən o eşyək kimi rəftar eləməyi səndən necə bir adam eşyəklə rəftar elər, o rəftarı gərək təhəmmül eləyəsən. Biz də onu təhəmmül eləmişik, Yusif. İnsafən mən bunu buradan düşünürdüm ki, hardan bunlar bizə deyiblər ki, türkçəxər? Hardan bizə deyiblər? Eşyək türkdür. Türk eşyəkdir. Bunu hardan deyiblər? Bunu mən çox fikirləşdim. Axır mənim zehnimə bir şey gəldi. Bir millət ki, əlində hakimiyyəti var, Qacar. Onu verir Farsa və Farsı özünə rəis edir və Fars bunu minir və Fars bunun haqlarını əlindən alır və dinmir. Bundan böyük eşlik olarmı? Bundan böyük eşlik olarmı? Yox. Vaqiyyət budur ki, biz eşyəkliyimizi sabit eləmişik. Dədələrimiz, babalarımız bu eşyəkliyi sabit ediblər. İndi bizim nəslimiz və bizdən əşağıcı nəsillər, yəni bizdən yaşları kiçik olan nəsillər bu eşyəkliyi qəbul eləmirlər. İndi görürsünüz, onun üçün deyir ki, ağa biz hüquq-i musavi istirik. Niyə musavi hüquq istirik biz? Biz bəyə başımıza daş dəyib ki, 100 il hüququmuz hər şeydə dalı qalandan sonra musavi olaq. Nə cür musavi olaq? Məsələn, $100 onlara budca, $100 da bizə budca. Bu doğrudurmu? Biz 100 il büdcəsiz qalmışıq. 100 il təməddünümüz, fərhəngimiz, kültürümüz getməyib qabağa. Bu, məncə bir yanlış bir şeydir ki, biz gərək bunu dayışdıraq və mənim nəzərimcə türklər elə o zaman dedilər ki, bunlar eşkəkdirlər, özləri öz mənfəətlərini düşünmürlər
Öz hökumətlərini verdilər bizə, özləri də gəldilər, özlərini qətliam elədilər ki, bunlardan eşşək çıxar. Tamam, düz də deyiblər. Yəni, bundan ayrıhan da olacaq əlbəttə. Amma özümüzün, onların deməqindən ayrıhan da olmayacaq. Özümüzün bu eşşəklik fikrinə, fərhənginə təslim olmağımızdan ayrıhan da olacaq. Haşimi Rəfsəncani bir səfər gəldi Təbrizə, dedi ki, Təbriz Rustayı Bozorgəz, Təbriz bir böyük kətdir. Hamımız ayrıhan da olduq ki, Təbrizə tohin elədi. Heç birimiz demədik ki, olan bu kəndi kim saxlayıb, bu göçəlikdə kəndi kim beləsi kənd eləyib buranı. Yəni, bizim tərsə düşünmağımıza siz bir baxın. Bu gerçəyi ortaya çıxarmaq üçün yetərlidir. Deyir, hər halda bu bir gerçəkdir, mütəəssifanə, mən də misalların vurdum. Bu qarşılaşdırma bizə türklərin Altay ırqı yaxud Moğul ırqı adları verilən topluluqlarla ilgilərinin də gerçək vəziyyətini göstərə bilər. Deyir ki, bu qarşılaşdırma ki, o Tandırnamədə vardı, ya mən indi qarşılaşdırdım, biz türklərin Altay ırqı, Altay əvvəldə yadınızda olsa böləndə dedi ki, bizim bəzilər deyirlər biz Altay türklərindənik, bəzilər də deyirlər ki, biz Oğuz türklərindənik. Bu Altay ırqı, ırq dedik ki, qandan gəlmə bir məsələdir. Nəcad, məsələn, farsca deyilir, o, yaxud Moğul ırqı deyir. Hətta bizə bəzilər deyirlər Moğul ırqı, Moğul toxumusuz, İranda xüsusən bu çoxdur. Adları verilən topluluqlarla ilgilərinin də gerçək vəziyyətini göstərə bilir. Deyir ki, bu, ya indi Altay adı, ya Moğul adı ilə ilgilisi olsa, ilgili, yəni rabitəsi, əlaqəsi olursa, alveri olursa, o topluluqlar, yəni cəmiyyətlər, ictimalar, millətlər, ilgilərinin də gerçək vəziyyəti, doğru vəziyyət durum və olumlu bir görüşülən bir vəziyyət göstərə bililir. O da ki, arilərdən, məzərət çox üzr istəyirəm, arilərdən, dedik ki, ariyayilərə o zamanlar ari deyirmişlər, elə indi də bəlkə Türkiyədə ari deyirlər, bilmirəm, amma bəllidir ki, cami-i şünasda ari deyirlər, ariyayi demirlər. Arilərdən daha bəyaz və gözəl olan türklərin sarı ırqa mənsub göstərilməsi bilimsel bir əsasa dayanmadığı kimi, Altay ırqı deyilən qurumlar topluluğunda da bir dil birliyinin varlığı hənuz qanıtlanmamışdır. Diqqət buyurun, burada o İran zehniyyətlə, əlbəttə deyim bunu, İran zehniyyəti deyib, ki biz Moğuldanıq, filandanıq, bunu Avropalılar deyiblər, farslar bunu təkrar edirlər. İndi bu onu istəyir, onu danışsın, Türkiyədə də bəllidir ki, bu o zaman varmış Osmanlı dövründə. Arilərdən, yəni ariyayilərdən daha bəyaz tənləri, tən deyirlər Türkcə deyir ki, daha bəyaz. Bizlər onlardan tən deyirlər Türkcədə də bəzən, yəni canımıza, ətimizə tən deyilir. Tən sözü bizlərdə işlənir. Əlbəttə bu tən sözü çox fərhənglərdə işlənir, zahirən bədənə də işlənir. Məsələn, deyirlər, İngilisdə deyirlər ki, tən oldu, yəni ki, canımızın rəngini dəyişdirdik məsələn. Gedirlər gün qabağında otururlar, deyirlər tən oldu. Yəni biraz qızardı məsələn, ya biraz qərəldi. Arilərdən daha bəyaz və gözəl olan türklərin sarı ırqa mənsub göstərilməsi. Deyir ki, ariyayilərdən daha bəyaz olan və gözəl olan türklərin bunları sarı ırqa, sarı nəcada, sarı dediyimiz məsələn Moğullardır, Japonlardır, Çinlərdir, bunlar məsələn beləsi. Sarı ırqa mənsub göstərilməsi, mənsub yəni bağlanmış. Mənsub iki cürə yazılır, amma biz bunu ərəbcədə fərqini bilərlər, türkcədə bunun fərqini bilməzlər. Fəqət yazanda ya ərəbcə, farscada. Çünki mənsub bir satla yazılır, sabun sı ilə, bir də dəndəli sı ilə yazılır. Dəndəli sı ilə olanda nəsəbdən gəlir, bir şeyi bir şeyə nisbət vermək. Sat, sabun sı ilə olanda bir şeyi mənsub eləmək, qoymaq, bir işə qoymaq o anlamdadır.
mənsəb, məqam mənzələsi adındadır. Hər halda deyir ki, bizi onlara yapışdırmaq, mənsub kəlməsi ərəbcədir, hər ikisi də. Ya hansısı ilə yazırıq, yazaq, ərəbcədir. Onun türkcəsi yapışdırmaqdır. Sarı ırqına yapışdırmaq göstərilməsi, belə göstərirlər bizə ki, biz ki ağıq, bu farslardan ya ariyayilərdən də həm gözəl həm ağıq deyir ki, bizi sarı nəcada yapışdırmaq ki, demək biz onlarla bir şey yox, bilimsel bir əsasa dayanmadığı kimi deyir ki, bu bilimsel yəni nə mənə bilmək sözündəndir, bil sözündəndir. Bilmək yəni nə mənə, yəni ki, bir şeyə agah olmaq, xəbərdar olmaq. Bilimsel də bundan yəni elmə əsasən, bilimə əsasən. Deyir, bu əsası yoxdur. Belə bir şeyin payası yoxdur. Əsas ərəbcə sözdür, türkcəsi bünövrə, paya, dibi, kökü yoxdur. Altay ırqı deyilən qovmular 6 ay deyir, o 6 ay ki dedik, qabaqcan cami-i şünasi bəhsində yenə dedi, elə bu cami-i şünaslıqdır əlbəttə. 6 ay ırqı deyilən, o bir ırq, bir nəcat ki, onlara dil sahəsində, cami-i şünasi sahəsində, tarix sahəsində 6 aylılar deyirlər, deyir, onlara, o qovmulara, qovm, ərəbcə kimi deyilir, qovmular, dedik, qovmu da o millətə ya o dəstəyə deyirlər insanlara ki, bir dədənədən öcək olmayalar, doğma olalar, onlara qovmu deyilir. Topluluğunda, belə qovmların topluluğunda da bir dil birliyinin varlığı hənuz qanıtlanmamışdır. Deyir, hənuz yəni hala, indiyədək. İndiyədək bir o 6 ay qovmları ilə bizim dilimizin bir olduğu dil birliği, varlığı, bizim dil birliğimiz var ola, bunlarına deyir, hənuz indiyədək qanıtlanmamışdı, dəlil ilə isbat olmamışdı. Qanıtlamaq, dəlillə isbat eləmək sözüdür. Ərəbcə müdəlləl sözünün müqabilidir, qanıtlanmaq. Farsca yoxdur buna müqabil. Qanıtlanmamışdı, yəni dəlillə isbat olmamışdır. O halda çox da açıq olmayan bir biçimdə ırq adı verilən bu topluluqların olması möhtəmildir. Deyir ki, o halda, yəni indi dediyimiz sözlərdən baxanda çox da açıq olmayan, çox açıq, yəni çox bəlli olmayan, aşkar olmayan, aşkar ərəbcədir bəlkə, çox da açıq olmayan bir biçimdə, bir vəziyyətdə, bir durumda ırq adı verilən, ırq, nəcat farsca, nəcat adı verilən bu topluluqların ki, adları Napalda Altay və Moğul ya nə idi bu birisi? Bunlar topluluqların olması möhtəmil. Deyir ki, ola bilər ki, bu da bir ehtimaldır, ola bilsin, belə bir şey olsun. Möhtəmildir. Möhtəmil həman ehtimal kəlməsindən gəlir, ərəbcədir. Yəni, ola bilir, şəkkili baxılır. Bu ehtimala görə bizim gərək fin oğullarla, gərək Tonquz və Moğullarla tək bağımız keçmişdə uzaq doğu mədəniyyətində onlarla ortaq bulunmamızdan və uzun sürə onları politik əgəmənliyimiz altında yaşatmamızdan ibarətdir. Deyir, onda bəs bizimlə Moğulların ya obrislərinin nə ilgisi var ki, bizim bu Tandırnamə dediyimiz o usturədən, masallardan uyulan bir kitab və hökmlərə şamil olan bir kitab ya bir qanunlar ki, şəfahi şəkildə indi bizim bəzi insanlarımızın arasında yaşanır. Bəs bu hardan gəlir? Deyir ki, bu ehtimala görə, bu ehtimal ki, indi verdik ki, hər halda açıq, aydın deyil, bəli bizim bir ehtimalımız ola bilər, bunlarla bir ilgimiz ola bilər. Bu ehtimala görə bizim gərək deyir ki, ola bilər ki, finoqlarla bu bir şeydir. Gərək Tonquzlar ya da Tonquzlarla və Moğullarla bu üçsünə deyir, tək bağımız, bu deyir, bunlarla bağımız var.
o bağımız, bəs Nəcad dedi bir deyilik, dilimiz də bir deyil. İndi bunlarla nə bağımız ola bilər ki, biz onların məsalların, mitlərin, usturələrin hala bəzi camiələrimizdə, savadsız camiələrimizdə saxlayıblar. Onu istir deyə. Onlarla olan tək bağımız, onlarla bizim tək bağ dedik ki, hətta o göbək əti ki, bizi nənəmizə bağlır qarında, nənənin qarnında, o da bir bağdır, bizi ondan bağlır. Bəzi bağlar gözünlə görünə bilər, bəzisi görünməz. Məsələn, düşüncə bağı, din bağı, bunlar gözünlə görünmür. Amma biz bilirik ki, məsələn, müsəlmanlar bir din bağı ilə bir-birinə bağlanıblar. Şiələr də bir dil bağı ilə ki, dil bağı ilə də farslığa bağlanırlar. Deyir ki, pəs bizim tək bağımız geçmişdə uzaq doğu, şərqi durda, uzaq doğu, şərqi dur millətləri mədəniyyətində, onların mədəniyyətində, mədəniyyət dedik hər o şey ki, insan ixtira edir ya müdiriyyət edir. Ona deyirik ki, mədəniyyət. Onlarla ortaq bulunmamızdır. Mədəniyyətlərində, uzaq doğu mədəniyyətində o millətlərindən, yəni Finoqlar, Tonguzlar və Moğullarla müştərək olmuşuq. Yəni paylaşmışıq. Müştərək olmaq, yəni paylaşmaq olmuşuq. Uzaq doğu mədəniyyətdən onlarla ortaq, yəni müştərəkdə ərz elədim. Bulunmamızdır. Bir ortaq durumda onlarla olmamızdır. Və uzun sürə, bir də bir dəlili var. Və uzun sürə, uzun zaman tarix, uzun sürə, burada tarix gəlir. Onları, yəni o üç millət dediği Finoqlar, Tonguzlar və Moğulları politik əgəmənliyimiz altında, politik siyasi əgəmənlik, müdiriyyət, hegemoni altında qudrət, əslində politik qudrətimizin, zorumuzun altında yaşatmamızdan ibarətdir. Onları biz öz qudrətimizin altında yaşatdırmışıq. Oradan, onların da o mədəniyyətindən də biz bir zamanlar istifadə eləmişik. Deyir, bu, onlar da bizdə. Bu mədəniyyətdən ki, uzaq doğu mədəniyyəti istifadə elədiyimiz üçün buradan bir yapışıqlığımız var. Bu tandırnamələr də onlardandır. Bu ortaq həyatlar səbəbilə dillərimiz arasında bəzi ortaq kəlmələr ortaya çıxmış ola bilir. Deyir, bu mədəniyyət, həman təməddün, bu mədəniyyət ki, biz uzaq doğuda bu millətlərlə bizim aramızda olubdu və onlar bizim hakimiyyətimizin altında olubdu. Deyir ki, bu uzun sürə onların bizim hakimiyyətimizin altında olduqlarına əsasən ya dayanaraq deyə bilərik ki, bəzi kəlmələr Moğullar arasından bizim aramızda, Tonguzlar arası ilə bizim aramızda, Finoqlar arası ilə bizim aramızda müştərək ola bilər. Çünki onlar bizim hakimiyyətimizin altında olublar, bizə əsgər olublar, biz onların torpaqlarında fikrimizi yaşatmışıq. Eyni halda da bir dənə müştərək bir mədəniyyətə sahib olmuşuq ki, uzaq doğu mədəniyyətiymiş. Türklərin İslam dininə girməsi ilə doğu mədəniyyətinə girməsi eyni zamanda oldu. Cəlibdir, diqqət buyurun, bu çox cəlibdir. Deyir ki, Türklərin İslam dininə girməsi. Biz bir tarixdə İslam'a girmişik da, İslam bizim dinimiz değildi ki. Biz İslamı bir tarixdə İslam gəlibdi, biz də o İslamdan bunu almışıq. İndi hangi tarixdə onu hələ tarixin bəhs eləmirik. Türklərin İslam dininə girməsi ilə doğu mədəniyyətinə, uzaq doğu yox, bir dənə də doğu dedik. Doğu mədəniyyəti, yəni şərq mədəniyyətinə girməsi eyni zamanda oldu. Bir zamanda eyni ərəbcədə iki anlamı var. Bir göz anlamı var, eyni, bir də misl anlamı var. Yəni tay. Tay-tüş deyər, o tay. İndi deyir ki, doğu İslamı biz aldığımız zamanda mədəniyyətin də aldıq şərqin. Şərq mədəniyyətinə girdik. Eyni zamanda belə oldu. İndi diqqət buyurun, bunu açıqlayacaqdır. Burada biz biraz da tarixdən danışırıq. Tarix və camiə-şünaslığı. Əslində tarix ilə camiə-şünası bir-birinin içindədir. O zaman xüsusən getəcağın camiə-şünaslığında danışırıq. Bu səbəblə bir çoxlarına görə doğu mədəniyyətinə İslam mədəniyyəti demək daha doğru görünür. Diqqət buyurun. Deyir ki, biz
Doğu mədəniyyətinə şərq, uzaq şərqi qabaqcan idi ki, usturə olub əslən. İndi onlar bizim o Tandırnamə kimi hökmlər ki vardı, onlar çox uzaq tarixə aiddir. Biz İslamla bərabər yaxın şərq ya şərqin girmişik. Deyir, bu üzdən bəzi mütəxəssislər, camişünaslar və tarixçilər və dilçilər deyirlər, bu səbəblə bir çoxlarına görə, bir çox alimlərin fikrinə dayanaraq Doğu mədəniyyətinə, şərq mədəniyyətinə ki, dedi, İslamla bərabər girdik, İslam mədəniyyəti demək daha doğru görünür. Daha doğru görünür ki, biz şərq mədəniyyəti İslam mədəniyyəti deyək. Bəs baxın, bəzilər deyirlər ki, İslam mədəniyyəti yoxdur. Bu adam da onu qabaqcan dedi. Din mədəniyyəti olmaz. Din dindir. Amma deyir ki, indi biz eyni zamanda şərqdən bir mədəniyyət almışıq, İslamı aldığımıza görə. Yəni, müsəlman olandan sonra, bu məqtədən sonra, diqqət buyurun, buradan onu qabaqcan dedi, ona görə mən bir işarə deyir ki, biz sultani dövrəsinə keçmişik. Xəlafəti bir sultanı bilir. Deyir ki, biz o mərhələdən keçmişik, biz keçmişik. Yəni, gəlmişik, müsəlman olmuşuq, ərəblərin hökmü altına keçmişik, xəlafət sistemini qəbul eləmişik, xəlafət sistemi altında yaşamışıq. Sonra da ta geçən yüzyıla qədər xəlafət sistemini saxlamışıq. Buna bəzən, məsələn, Qacarlar, Səfəvilər buna sultan deyiblər, o birisi türklər, məsələn, Osmanilər, Səlcuqlar, o birisi türklər də bunlara xilafət deyiblər. Çünki İslamınkidir. Ona görə deyir ki, biz bu sistemi siyasini İslamdan aldıq, İslamla bərabər aldıq. Onun üçün deyir ki, biz buna İslami mədəniyyət deyə bilirik. Çünki bunu dinin əsasında tarixi bölür. Bunu diqqət buyurun ki, burada din əsasında bölür. Amma dediyim kimi, qabaqçı sözü ilə bu çəlişkisi var. Yəni, cür gəlmir. Dedi ki, dinlər mədəniyyət hesab olmaz. Din özü bir şeydir, mədəniyyət başqa bir şeydir və kültür də bir şeydir. Bu cür böləndə indi bunu deyə bilir. Amma deyir ki, dediyim kimi, bu İslamda üçün bu mədəniyyətə girmiş. Bəzilər deyir, ailə İslamı da bu mədəniyyəti, deyək ki, İslam mədəniyyətidir. Elə bunun da üzündə görürsünüzsən, deyirlər ki, məscacidir İslami. Ya, memariyə İslami məsələn. Əslən, İslamın memarisi yoxdur. Amma insanlar bir memarlıq düzəldiblər, bunu ixtisas veriblər məscidə məsələn. Bunu ixtisas veriblər bazara. Yəni, o şəkildə bir memarlığı deyiblər ki, bunları müsəlmanlar düzəltdiyi üçün deyiblər İslam. Amma müsəlmanla İslamın fərqi var. İslam bir şeydir, müsəlman bir şeydir. Onun üçün də İslamı görürsünüz ki, hər məmləkətdə, hər müsəlman məmləkətdə İslamın özünün bir qiyafəsi var. Özünün bir ayrı paltarı var. Çünki İslam da o millətlərin paltarını giyir. Yəni, belədir, həm öz paltarını giyindirir, həm də onların paltarını giyirir. Yəni, İslam belə bir vəziyyətdir. Eyni Məsihiyyət kimi, eyni Yəhudiyyət kimi, eyni o birisi dinlər kimi. İslam mədəniyyəti demək daha doğru görünür. Halbuki, amma, məsələn, elə bir ki, amma deyirik. Amma yuxarıda bəlirlətdiyimiz kimi dinləri ayrı bulunan toplumlar eyni mədəniyyət içində ola bilərlər. Dedi ki, indicə də mən dediyim sözü işarə edir. Halbuki, amma yuxarıda bəlirlətmək, aşkar eləmək, üstün aşmaq, farsda roşən eləmək, bəlirlətdik, aşkar etdik, ki, dinləri ayrı bulunan toplumlar, bir dinimiz var, məsələn, biz müsəlmanıq, onun yanında Kristiyan var, erməni var, Yəhudi var, hala məzhəblərdə protestan, katolik, bunlar, şiə, sünni, bunlar da var. Hənəfi, Hənbəli, Şafii. İndi o birisi dinlər də var, Konfusius vardı, nə bilim, Budayı vardı və çoxları var. Deyir, bunlar dinləri ayrı bulunan toplumlar. Toplum dedik camiə, millət. Ayrı bulunan, ayrı olan millətlər eyni mədəniyyət içində ola bilərlər. Dedik ki, məsələn, eləyə bildik, deyək ki, indi mədəniyyətləri birdir. Məsələn, Məsihi dünyası ilə müsəlman dünyasının mədəniyyəti təqribən birləşib də. Yəhudilərinki daha belə.
Konfusiuslar da belədir, Japonuncular da belədir. Yəni bunlar indi bir mədəniyyətə sahibdirlər, bir mədəniyyətdə müştərəkdirlər. Ola bilərlər. Pəs bir mədəniyyətin içində ola bilərlər. Yəni məsələn indi qərb mədəniyyəti hamısını alıbdır. Demək ki, mədəniyyət dindən ayrı bir şeydir. Pəs dininə ilgisi yoxdur. Mən bunu indi misal verdim. Demək ki, mədəniyyət dindən ayrı bir şeydir. Belə olmasaydı, yəni belə olmasaydı ki, dininə mədəniyyət ayrı olsunlar, dinləri ayrı olan topluluqlar arasında ortaq heç bir qurumun olması lazım idi. Deyir ki, əgər belə olmasaydı ki, mədəniyyətlə din ayrıdır, onda dinləri ayrı olan topluluqlar arasında ortaq, müştərək heç bir qurum təşkilat deyək elə. Heç bir qurum olmaması lazım idi. Deyir, onda görə heç bir qurum bunların arasında lazım idi ki, heç bir qurum müştərək olmasın, ortaq olmasın. Ortaq müştərək kəlməsinin türkçəsidir. Lazim də ərəbcədir. Lazimin də yerinə türkçəsini görün, mən zehnimə gəlsə deyərəm. Din yalnız qutsal qurumlardan, yalnız inancılardan ibarətlərdən ibarət olduğu üçün bunların dışında qalan qutsal olmayan qurumlar, məsələn, qutsal qavramlarla teknik aracılar, estetik ilkələr dininin dışında ayrı bir sistem vücuda gətirirlər. Tamam. Bir dənə uzun genə də bir cümlə dedi, 2 sətr yarım. Yəni, heç olmasa 40-45 kəlmə. Çox uzun. Din yalnız qutsal qurumlardan, yalnız inancılarla ibarətdir. Ya ibadətlərdən ibarət olduğu üçün. Deyir, din 3 şeydən mürəkkəb olur, düzəlir. Mürəkkəb, yəni qarışıq. 3 şeyin qarışıq olur mürəkkəb. Qarışıq, mürəkkəb olur. Pəs. Din 3 şeydən qutsal qurumlar, yəni müqəddəs. Qutsal, yəni müqəddəs. Müqəddəs qurumlardan, qurum nə demək? Nə demək? Qurum yəni təşkilat. Məsələn, fiqh-i İslami bir qurumdur özünə. Cəzai İslami özü bir qurumdur. Məsələn, maliyyat-ı İslami özü bir qurumdur. İndi şiələr buna bir neçə şeylər izafə ediblər. Bunu biz axtaraq tapaq şiə ilə İslamın fərqin. Məsələn, əcəba İslamda xums var ya yox, zəkat var ya yox, ya bəzi şeylər. Nəzərimə gələn bunların bəzisini şiələr özləri izafə. Mali imam məsələn. Mali imam bilirik ki, məsələn, şiələr, yəni farslar özləri çıxardıblar, mollalar özləri çıxardıblar, buna görə özləri geçinələr. Diqqət buyurursunuz, İslamda məsələn mali imam yoxdur. Bunu mollalar, fars mollaları çıxardıblar ki, insanların cibindən pulu çıxadalar, müftəliğə yaşayarlar. Ona görədir. Pəs din 3 şeydən qurulubdur. Biri qutsal qurumlar, yalnız inancılar, təhcə bir inancılar, bəzi inancılar vardır ki, biz ona inanırıq, olar. Bir də ibadətlərdən ibarət olduğu üçün. Din bu işdir. 3 dənədir. İbadət, qutsal qurumlar və inancılar. Məsələn, inancılar nədir? Allah birdir. Məhəmməd Peyğəmbərin, Allahın göndərməlisidir. İndi mən qabaqcan demişdim ki, farslar bəzi kəlmələr ki, İslamın terminləri deyir, İslam adına işlədirlər, İslam içəridən devrişir. İslam din çevirir əslində. Devrişmə dedikdə, yəni din çevirmə. İndi, baxın, məsələn, Peyğəmbər kəlməsi də onlardandır. İslamın terminində Peyğəmbər yoxdur. İslamın verilində Rəsul var, Nəbi var. Rəsul türkcə olur elçi. Nəbi xəbərçi. Hər ikisinin də bir anlamı var, izafi anlamı var. O da sadiq qalmaları. Yəni, bunlar düz insandırlar, sadiq insandırlar. Peyğəmbər nədir? Şayət peyğəmbərdir. Amma bu
termin İslam termini deyil. Bu Fars və Sasani dövründə zərtüştü terminlərdəndir. Bu kəlmələrin İslamın içinə dəstəmaz kimi, namaz kimi terminlər, bunlar İslamın içinə girdiyi üçün siz görürsünüz ki, biz Peyğəmbəri əhəmiyyət vermirik. Çünki Peyğəmbər Rəsul demirik. Rəsul deməyəndə Həzrət Məhəmmədin şəəni gəlir əşaya, olur, məsələn, Zərtüş Peyğəmbər kimi, məsələn, Zərtüşləri əgər Peyğəmbər bilsək, ora yenir. Ora yenəndə ya hətta Bəhailərin imamlarının, o rəsullarının həddinə gelir. Çünki onlar da Peyğəmbərdirlər. Bu həddə yenir. Bu həddə yenəndə nə olur? İçi boşalır. Siz ona görə Əli görürsünüz. Əli Məhəmmədin qabağında durur. Həsən Hüseyn Məhəmmədin qabağında durur. İmam-ı Zaman ki, gərək İranda, quyuda ola, o Peyğəmbərin qabağında durur. Yəni Rəsulun qabağında durur. Bu, o şosteşuyu məğzi dediyim bəhsin bir parçası da beləsi olur. Yəni, hətta Türkiyədə belə bəzi İslam ölkələrdə İslam termini yox, zərtüşlülük, atəşpərəstlik terminlərin İslam adına işlədirlər. İslamın içindən boşalır. İslam içindən boşalır, ayrı bir şeyə devrişir. Yəni, İslam zərtüşləşir, ya manəviləşir. Diqqət buyurursunuz, farslaşır əslində. O misallardandır ki, yadıma gəldikcə ərz edirəm xidmətlərinizə, dostlar bunlarla tanış olsunlar. Pəs din nədir? Üç şeydən ibarət olduğu, qutsal, yəni müqəddəs qurumlar, inancılar, ibadətlər. İnancıları dedik, behişt, cəhənnəm, məsələ. Qiyamət heç olmasa. Allah birdir, qiyamət vardır, Məhəmməd də Rəsuldur. İndi ondan sonra Şiənin özünün bir imamlar həqqdir, bir də ədalət. Görürsünüz, İslamda ədalət yoxdur. İnanc deyil. Niyə? Diqqət buyurun. Çünki ədalət hər millətin tarixində değişir. Diqqət buyurun, məsələn, dünənəcən arvadları vurmaq, döymək ədalət fərz olurdu. İranda, İran camiəsində, müsəlman, Şiə camiəsində. Və buna da ayət gətirirlər Qurandan filandan bəhmən. Bu günləri zülm hesab olur. Dünənəcən Əraqçanları, məsələn, edam edirdilər. Bu günləri haqq hesab olur. Adam özü bilər, içəri içməz. Dünənəcən məvaddı müxəddir çəkənlər azad idilər. Bu günləri edam olurlar. Digər, ədalətin mənasını değişmağını görsətməyə çalışırlar. İslamda bunu, Şiələr bunu sabit biliblər. Deyiblər ki, yox, ədalət sabitdir. Ədalət sabit deyil. Bu millətdən o millətə zamandan zamana fərq elər. Bir millətin özündə tarixi keçdikcə ədalət dəyişilər. Bir zaman bərdədarlıq var idi. Bunu biz ədalət bilirdik. İndi bərdədarlıq yoxdur, ədalət bilmirik. Elə İslam tarixində, Şiə tarixində danışıram. Ədalət bilmirik. İndi bir nəfəri satsalar, gedib məsələn gələrlər məni öldürələr, uşaqlarımı əsir apararlar. Sonra da bunu satalar. Biz bunu ədalət bilmirik. Amma bir zaman ədalət bilirdik. Hətta deyirdik, imamlar ki, bərdə alırlar, adil imişlər. Nə tür adil imam ola bilər ki, gedər bir insanı zorla tutar, özünü öldürər, arvadın, uşağını gətirər, bunları həm satar, həm işlədər, həm təcavüz edər. Belə bir imam adil olsa, mən belə bir imamı qəbul eləmir. Ya belə adil, aşkar. Amma sünnidə ya Həzrət Məhəmmədə ədalət əsli deyil, dinin əsaslı deyil. Niyə? Çünki deyir ki, əvvələn imam yoxdur sünnidə. Sünnidə xəlifə var. Deyir ki, Allah imamdan danışmır. İmamdan da əgər danışıbdır İbrahimə imamən, deyir ki, yəni bu rəhbər. Rəsul deyil. Və məsum da deyil. Hətta Həzrət Məhəmməd məsum deyil Quranda belə. Bunu da diqqət buyurun. Hətta biz bir ayətullah gətirmişdim, televizyonda danışırdı. Dedi ki, Peyğəmbərin fəqət biz hər yerdə məsum olduğuna inanmırıq. Bəlkə risaləti gətirməyində məsum olmağına inanırıq. Ona mən cavab verdim ki, Quranda deyir ki, Həzrət Məhəmməd bir ayə gətirdi, sonra dedi ki, bu şeytan bunu mənə veribdi. Sonra da Allah özü Quranda neçə dəfə deyir ki, sən itmişdin, gümrah olmuşdun, yoldan çıxmışdın, biz səni yola qaytardık. Pəs Məhəmməd hətta risalətdə də ola bilər ki, şey olmayıb. Ondan sonra da indi Quranın qalan tarixi də bir başqa bir tarixdir ki, əslən görək Quran Məhəmməd dövründə yazılıbdır. Əgər yazılıbdır, sonra Ömər, Osman, Əli filan kəs niyə yığışdılar o Quranları aradan apardılar, taza bir Quran yazdılar.
Nələri sildilər, nələri qoydular, bu da bir məsələdir. Hətta şiələr inanırlar ki, doğru bir Quran var Həzrəti Əlinin yanında, o İmam-ı Zamana yetişibdir, İmam-ı Zaman gələndə gətirəcək. Beləliklə, farslara bir baca açılıb ki, o bacadan, o külükdən girsinlər, gələcəkdə dini dəyişdirə bilsinlər. Bu da o, yenə də mən o terminlərdən gəldim, çıxdım bura. Bunların dışında, yəni o 3 dana ki, dinə ibarətdir, dışında, xaricində, eşiyində, dış, xaric kəlməsinin türkçəsidir. Bir ayrı mənası da eşik. Qalan qutsal olmayan qurumlar. Bir də bir şeylər var bu 3 danadan, ibadətlərdən, inancılardan və qurumlardan, müqəddəs qurumlardan. Çox şey eşikdədir. Bu eşikdə olanlar qutsal olmayan qurumlar. O qurumlar ki, qutsal deyil, maliyyat. Bimə, döhdürlük, şəhərsazlıq, ürətim, yəni tolid, tökətim, məsrəf. Bunlar ixtiralar, ibtikarlar, dedim, hünər, incəsənət. Bunlar heç birisi müqəddəs deyil, qutsal olmayan qurumlar. Məsələn, nələr? Qutsal qavramlarla teknik aracında estetik ilkələr dininin dışında ayrı bir sistem vücuda gətirər. Məsələn, nələr? Qutsal qavramlarla teknik araclar. Qutsal qavramlar dedikdə, məsələn, müqəddəs məfhumlar, Allah, din, İslam, bunlar məsələn qutsal qavramlardır. Risalət. Ondan sonra, bunlar məsələn qutsal qavramlardır. İndi bunun yanında, məsələn, əcəba fiqhdə qutsal mıdır? Yox, fiqh qutsal deyil. Fiqh əslən qutsal deyil. Çünki bu məsələn deyək ki, nə cür əlizi yuyun, nə cür yanınızı yuyun, nə cür paltarınızı yuyun, nə cür məsələn xanımızla tərəf olandan sonra bir rabitiyə girəndən sonra nə cür yuyunun, namazı qılanda şəkk eləsəz neyin? Bu qutsal deyil. Qutsal olmadığı üçün, məsələn, adam cibinə daş qoya bilər, hər vaxt ki gedir səzdiyə bir dana qoya bilər ora ki, bax, tamam, mən bir dana şey elədim. İndidəki da Çinlilər bizə digital möhür düzəldiblər, əslən şəkki yeri yoxdur. Rükətlərdən sonra yazır ki, birinci rükət getdin. Alnığı da səzdiyə qoyanda bir ikinci səzdəni elədin, məsələn. Bir səzdə eləmsən, birində boşlusan elə. Tamam, bu nədir? O mədəniyyətdir. O mədəniyyətdir ki, qutsallığı aradan. O üçün fiqh müqəddəs deyil. Fiqh, məsələn, bir nəfər gəlib deyib ki, təmbaşu çəkəndə arvadlar haramdır. Niyə haramdır? Çünki mən deyirəm. Sən kimsən, nə qarəsən deyəsən ki, birinin arvadı özünə haramdır. Cəlibdir, millət də buna inanır. Yəni, o bir dənə molla oturur orada, deyir ki, haramdır. Biz də deyirik, haramdır. Məsələn, Ayətullah Əngəci adında Təbrizdə bir bazar ağzına yetişməmişdə bir məscid var, adı Ayətullah Əngəci məscididir. Bilmirəm, bu adam özü düzəldir. O, məsələn, maşına haram eləyibdir. Mütəhhəri deyir ki, bir zaman qırmızı badımcan gəldi, bir Ayətullahın oğlu əraq içir, arvad gətirir, zina eləyir filan, bəhman, nayrihan da olmur. Nayrihat da olsa üzünə gətirmir. Bir gün gəlir, görür ki, oğlan qırmızı badımcan alıb yiyir. Deyir, olan zina elədin, dinmədim, əraq içdin, dinmədim, məsələn, qumar oynadın, dinmədim. İş ora yetişdi, sən qırmızı badımcan alırsan, gətirirsən mənim evimə. Çünki ona erməni badımcanı da deyirdilər bir zamanlar. Çünki bu Məsihiyyət dünyasından gəlmişdi. Ona görə ona erməni badımcanı deyə yemirdilər. Ya, məsələn, maşını, arabanı, bu adamı mən hətta birinin də soralar gördüm. Bu, məsələn, maşına minməzdi, maşını haram eləmişdi. Niyə buna erməni əli dəyibdi? Yəni, Məsihi əli dəyibdi. Bilir ki, müqəddəs deyil. Bu adamın, əslən Ayətullah dediyimiz adamın fətvalarının heç birisi müqəddəs deyil. Məsələn, deyir, ağa, savaşmaq müqəddəsdir və hər kəs savaşmasa İslamdan çıxdı. Mən savaşmıram, İslamdan da çıxmıram. Çünki İslamdan çıxmaq savaşmamağı deyil. Tazə, sən kim təşxis verəcəkdir ki, mən savaşa gedim, getməyim? Sən, yoxsa mən? Sənin əqlin bəyə məndən çoxdur. Yox. Sən ola bilər ki, fiqhidə ki, sünnət və təqlid əsasında sən bunu gedirsən, qabağa örgəşirsən, sünnət və təqlid. Sən ola bilər fiqhidə bir kitab məndən çox oxumusan. Tamam. Neyin yaxşı oxumusan? Mən də cami-i şünasidə, tarixdə səndən çox oxumuşam.
Mən də teknolojidə səndən çox oxumuşam. Mən də filan təxəssüsdə səndən çox oxumuşam. İndi mən fətva verim ki, hər kəs savaşa getsə, arvadı ona haramdır. Tamam. Bu da fətva ola bilər. İndi bunu nə edək? Bunun üçün biz gəlmişik, əqlimizi vermişik bir iddə mollanın fətvasına. Ki, deyir, məndən soruşurlar ki, Coca-Cola'nın içmək nədir? Deyir ki, Coca-Cola haramdır içmək. Televizyona baxmağın əhkamı nədir? Haramdır. Radioda qulaq asmaq nədir? Əgər ondan əzana qulaq assaz, molluya qulaq assaz, okeydir. Olmasa haramdır. Biz ağlımızı necə vermişik? Bir adama ki, o da bizə tay nənədən doğulubdur, bizə tay biraz kitab oxuyubdur. Özü də qədimi kitablar oxuyub, bax, taza kitab oxumur. Adamın savadı 500 il bundan qabağın kitabıdır. 500 il bundan qabağın kitabın oxuyub deyir, 500 il bundan qabaq adamlar belə düşünürdü, indi də biz belə düşünməliyik. Bu qədər bədbəxt olmuşuq, biz ağlımızı vermişik qədimlərə, qədimki insanlara. Bu, indi burada deyir ki, qutsal qavramlarla tekniklər aracılar, estetik ilkələr dininin dışında ayrı bir sistem vücuda getirir. Məsələn, bir misal vurdu. Qutsal qavramlarla, dedik da mən misal vurdum bunları, teknik aracılar, teknikcə dedik dəstgahlar, taza bir şeylər, hər nə mənə, musiqinin ki, cəlibdir, bunlar deyirlər ki, musiqinin məsələn bir nəfər soruşubdur ki, ağa, bunu belə çalırıq, günahdır, yox. Bu səsi də belə oxuruq, günahdır, yox. Bəs musiqi niyə günahdır? Deyir ki, onu qatışdıranda günah olur. Olan bir şey ki, təkbətək günah deyil. Niyə qatışdıranda günah olur? Çünki adamın xoşu gəlmir. Çünki onda onu çalanda, məsələn, sənin xanımın, onun xanımı durub oynayacaqdır. O da istəmir xanımlar duralar oynayalar, məsələn. Çünki fəqət istəyir ona oynasınlar. Bəs qutsal, müqəddəs qavramlarla teknik aracılar, estetik ilkələr, hünəri ilkə əvvəliyyə, birincilər. Estetik hünər, ilkələr dinin dışında, dindən eşikdə olan ayrı bir sistemi vücuda gətirir. Bir ayrı sistem vücuda gətirir. Dedik, məsələn, məscid. Məscid müqəddəs bir yer deyil. Heç məscid müqəddəs deyil. Bunu deyim. Heç məscid və heç qəbir müqəddəs deyil. Dünənləri bir video gördüm. Gediblər bir imamzadənin ya imamın, Həzrəti Əlinin, hər kəsin qəbrindən bir video götürüblər. Tacı təlayı gətirmişik, qızıldan sənə tac gətirmişik, yekə bir düzəldi bir aparıblar, puldan ötürdü da. Və bargah təlayı, tamam təlayı Həzrəti Əlini iftitah ilə olan qızılın orada bir hünəri vəziyyətdə düzəltmiş. Bunun Həzrəti Əliyə nə rəbti var? Bunun Həzrəti Əliyə nə rəbti var? Bunun ilgisi Həzrəti Əli ilə nədir? Həzrəti Əli əgər kasıb bir adam idi, ədalətçi bir adam idi, bu saxtaman nədir düzəltmişsən buna? Əgər hünəri bir şey düzəldirsən, Əlinin başına yıxma. Mən bir dənə memari düzəldirəm, qızılla, gümüşlə, bahalı bir şeylərlə. Tamam, bu ayrı bir şeydir. Amma bu ki, onunla Əlini sən tanıtdırasan, Əli həman Əlidir ki, bu əlinə, qardaşın əlinə od basıbdır. Sən indi onu gətirmirsən, qızılla ona saxtıman düzət. Gümüşlə saxtıman düzət. Ona məcər düzət, ona tac düzət. Ya bu nə? Bu sənin özünün içindəki o Əlini əlilikdən çıxartmaq sistemindir. Pəs heç məqbərə, heç məscid müqəddəs deyil. Həzrəti Əli müqəddəs deyil. Niyə müqəddəs deyil? Çünki Həzrəti Əlinin bir dədəsi var, bir dənə nənəsi var. Bunların eşqi aşiqilindən bir toxumlar gəlibdir, o toxumdan Əli yaranıbdır. Bu Əli bir dənə insandır. Həzrəti Məhəmməd deyir ki, əşhəd ənə Məhəmmədər əbduhu və rəsuluhu. Allahın bəndəsiyəm mən. Bəndə də yox, hətta demir mən bəndiyəm, azad bəndiyəm. Yox, deyir ki, əbduhu, yəni mən quluyam, Allahın quluyam. Yəni, Həzrəti Məhəmməd özün Allahın qulu biləndə, ya özün qul biləndə, sən Əliyinə bunu nə yetiyimsən Əliyə?
Və ona əgər onu öpbəsən, ona desən ki, bu qızıldır, Nayrxan da olacaqlar. Yox, Həzrəti Əlinin məcəridir, şəfavi. Olan dəmirdir, bu qızıldır, bunu baxdan çıxartmısan, düzəltmən, gətirmişsən, qoymuşsan, bir dənə dükan açmışsan, adamlar gəlsinlər, bu qızıla baxsınlar, burada hünərə baxsınlar, orada hünər var. Baxsınlar və pullarını xərcləsinlər. Turizmdir, əslən sənəti turizmdir düzəlibdir. Hətta Məkkə özü turizm sənətidir. Yəni, əgər o cür olmasaydı, Məkkədəkilər acından ölərdir. Əlbəttə, acından ölən millət deyildi. Ticarət edirdilər, cəmi ilə gedirlər, o üzbüzə. Bunlar o cür deyək, yox, Məkkəlilər ticarət başarmırdılar acından. Amma o da bir şeydir, bir ticarət idi. Suyun orada bir sahibi var idi, suyu satanlar bir adamlar idi, ora qoyunu satan bir adam idi, o ətləri aparan. O özü bir ticarət idi. Ərəblərə bir böyük, indi də böyük puldur, o zaman da böyük puldur. Çünki fikirləyin ki, ildə neçə milyon adam gedir ora ziyarətə. Neçə milyon? Hərəsi kafidir ki, $1000 xərcləyir. $1000. Görün ki, orada o neçə milyondan nə qədər o şəhərə və o məmləkətə pul gedir. Təyyarələr işləyir, hotellər işləyir, saxtamanlar işləyir, yeməklər gəlir, getməklər gəlir, tualetlər, testi, tökətir, bunlar hamısı iqtisaddır. Bunun üçün nə İmam Rıza müqəddəsdir, nə o birisi müqəddəsdir, nə bu birisi. Bunlar insanların tükanlarıdır. Mən də bir tükan açsam, falçılığı müqəddəs eləyəm. Bu da müqəddəs olar. Çünki mənim tükanımdır. O da onların tükanlarıdır. Oradan pul qazanırlar. Müqəddəs eləyiblər, fəqət müqəddəs elədikləri üçün çox pul qazanırlar. Və müftə işləməyərək pul qazanır. Riyaziyyat, botanik, jeoloji, biyoloji, psikoloji, sosioloji kimi doğal bilimlər, sənayeə və gözəl sənətlərə məxsus texniklər dinlərə bağlı deyildir. Diqqət buyurun, misal vurur özü, mən də misallarımı vurdum din içindən, dinin eşiyindən. Mən misal ki vurdum, o zaman cəsarət edib deyə bilməzdi. Çünki o zaman insanlar daha çox əvam idilər, daha çox fikirlər məscid müqəddəsdir. Məscid müqəddəs deyil, məscid ibarətdir. Bir nəfərin yerin almışıq, oranı tikmişik, bənna fəhlə gəlibdir, oranın tuvaleti var, suyu var, filanı var, bəhmanı vardı. Sonra da buna bir memari vermişik. Bu memarini hər cürə tiksən olar. Sonra da demişik ki, buranın adını qoyuruq məscid. Ya məscid ki bilirsiniz, ərz elədim, Quranda da çox istifadə olunur. Məscid-ül Həram var əlbəttə, istifadə olunubdur. Amma dünyada cami deyilir. Çünki məscid bir dənədir, Məscid-ül Həramdır. Mədinədəki ibadətgaha, bilmirəm Həzrəti Məhəmməd ona məscid deyib ya yox. Amma Məscid-ül Həram bir dənədir. İslamda bir dənə məscid var, o da Məscid-ül Həramdır. Həram da ərz elədim də, hərəm kəlməsi və həram kəlməsi, ora bir insan girsə, ora nizami girib, orada adam öldürmək olmaz. Amma farslar getdilər orada inqilabdan sonra 2 dəfə müsəlləhanə mübarizə başladılar, orada adam öldürdülər. Ərəbistanın ora girmək gücü olmadı neçə illər, silahlı. Axirində ayrı məmləkətdən ki, qeyri-ərəb olsunlar, adam gətirdilər, dedilər, bu İranlıları vurun orada darba-dağın eləyir. Pəs, riyazi elmi, elə həm belə riyazinin, məsələn, deyək ki, həndəsə elmi, ondan sonra deyək ki, fisahurəs elmi, hər nə ki desəz. Botanik, dostlar, bitki elmi. Botanik, bitki elmi. Jeoloji, fikir edirəm ki, yerşünaslıq, fikir edirəm, dəqiq bilmirəm. Biyoloji, biolojidəndir, bədən, canlı şeylərin, insan bədəni yox, canlı elm, canlıların elmi, canlılara aid olan elm. Biyoloji dedik, psikoloji, bunu psikolojidir latincə, ingiliscəsi. Psikoloji əvvəlində ingiliscənin p olduğu üçün oxunmur, amma bunu türküdə oxuyublar, elə adı qalıb psikoloji. Yəni, rəvanşünaslıq varsa, ruh elmi, ruhsal elm. Sosioloji də camiə-şünaslıq deyir. Kimi doğal bilimlər, bunlar təbii elmidirlər. Doğal elmlərdə, yəni təbiiyyat. Sənayeə, sənətlər, texniklər və gözəl sənətlər həman estetik ya hünər,
incə sənət, gözəl sənətlər, məxsus tekniklər, bunlara aid olan tekniklər, yəni bunların hangisına desəz olan tekniklər dinlərə bağlı deyildir. Heç bir dinə deyir, bunlar bağlı deyildir. Onun üçün biz deyənmərik memari İslami. Onun üçün deyənmərik, məsələn, memari falan, İrani. Əlbəttə, İrani memari demək olar, əgər olsa. Türk memarlığı o demək olar, əgər olsa. Tamam. Dinlərə bağlı deyildir. Buna görə heç bir mədəniyyət heç bir dinə bağlanmaz. Deyir, bu dəlillə doğrudur ki, heç bir mədəniyyət bir dinə bağlanmaz. Ya heç bir din mədəniyyətə bağlanmaz. Mədəniyyət başqa, o üstəki sözü özü nəqz elədi. Yəni, özü yenidən o sözü, o adamlar ki, demişlər ki, İslam mədəniyyətindən danışaq, onu nəqz eləməyə çalışdı. Heç bir dinə bağlanmaz. Bir Xristiyan mədəniyyəti olmadığı kimi, bir İslam mədəniyyəti yoxdur. Əgər bir Məsihiyyət mədəniyyəti olmadığı üçün, İslam mədəniyyəti də yoxdur. Olmadığı kimi olur tay. Xristiyan, yəni Məsihiyyət mədəniyyəti olmadığına tay, bir İslam mədəniyyəti də yoxdur. Batı mədəniyyəti, Xristiyan mədəniyyətinin Batı mədəniyyətini Xristiyan mədəniyyəti sanmaq doğru olmadığı kimi, Doğu mədəniyyətinə də İslam mədəniyyəti adını vermək yanlışdır. Deyir, necə ki, Batı, Qərb mədəniyyətini Xristiyan, Məsihiyyət mədəniyyəti sanmaq, güman etmək, güman, zənn, hər işdə ərəbcədə onun türkçəsi sanmaq. Sanmaq doğru olmadığı kimi, olmadığına tay, Doğu mədəniyyətinə, Şərq mədəniyyətinə ki, dedi, biz İslamla bərabər aldıq, Şərq mədəniyyətinə də İslam mədəniyyəti adını vermək yanlışdır. Yanlış, yəni səhvidir, iştibahdır. Doğru deyil. Səhvin, iştibahın ki, ərəbcədirlər, yerinə yanlış işlənir. Doğu mədəniyyəti ilə Batı mədəniyyətinin qaynaqlarını İslam və Xristiyan dinlərində deyil, başqa yerlərdə aramaq lazımdır. Deyir ki, biz o zaman ki danışırıq Doğu mədəniyyəti, Şərq mədəniyyəti, Batı mədəniyyəti, Qərb mədəniyyətinin qaynaqların, köklərin, qaynayan yerin, gözün, bulağın qaynayan yerinə biz göz deyərik. Qaynaqların, yəni gözün İslam və Xristiyan dinlərində deyil, onda yox, bunlarda yox. Başqa yerlərdə aramaq lazımdır, başqa yerlərdə, ayrı bir yerdə, başqa ayrı yerlərdə aramaq lazımdır, axtarmaq lazımdır. Ağdəniz mədəniyyəti ilk çağda əski Misirlilərin, Sumerlərin, Hitilərin, Asurluların, Finiqililərin və digərlərinin yardımı ilə düzəlmişdir. Ağdəniz mədəniyyətindən İsrağa gündən danışırıq. Deyir ki, Ağdəniz sahilində olan qıyısı, yəni ucunda olan mədəniyyəti ilk çağda, yəni ya əsli, qədimi, ya belə əvvəliyyə zamanlarda əski Misirlilərdən, Misri deyir, Misr məmləkəti. Misirlilərin, Sümerlərin, Hititlərin, Hitit də bir qovmudur, bir millətimiş, böyük mədəniyyət sahibiymiş. Mən bunu çox bilmirəm bunlara görə. Asurluların, bilirsiniz ki, deyirlər Asurilər, bir nağıl var, bilmirik doğrudur, yalandır. Hər halda bu qərbilərə etimad eləmədiyi üçün bunların hətta o tabletlər, o kərpiş yazılar ki, tapılıbdır. Saxsı yazılar deyək. Saxsı yazılar ki, tapılıbdır. Onların birində yazılıbdır ki, göydən bir ayrı mövcudlar gəldilər yerə. Bunu şeydə də görürük. Yenə dedim, bu bəlli deyil ki, biz bunu... Əlbəttə, bir də sənətlər də var, doğru ola bilər. Amma hər halda deyir ki, göydən bir ayrı kürələrdən bir mövcudlar gəlirlər yerə. Yerdə olan insanlar, mövcudlar ki varmış. Mən dedim, buğda məsələsi zadda mənim nəzərimə ağlıma çatmış. Dəqiqən buradadır. Deyir ki, gəldilər, gördək bu insanlar, bunların bir işləri var, yerdən bir şeylər lazımdır. Toplayarlar, mədənlərdən çıxarıb, apararlar lazımləridir.
Gəldilər bu yerdəki mövcudları işlədilər. Gördülər ki, bunlar örgəşmək qabiliyyəti bunlarda yoxdur. Yəni insan əvvəliyyə dediyimiz insanda bu qabiliyyət yoxdur ki, bunlar bir işi örgəşələr. Örgəşmirlər. Dedilər, neyniyək, bunları da işlədək biz, özümüz də işləməyək. Çünki özləri də azlıq idilər. Məsələn, Fizirin 100 nəfər, 50 nəfər oradan gəlmişmiş. Bunlar Sumerilərin tabletlərində, o səxsi yazılarında belə bir hekayə var ki, onlar dedilər ki, onlardan biri dedi ki, icazə versəz, mən genetik elmi ilə, ya DNA elmi ilə, ya bir elmi ilə ki, biz indi bilmirik, adı nədir? O deyibdi ki, icazə versəz, mənim bir elmə sahibəm. Bu elm ilə bu insanların toxumlar, bu mövcudlar ki var yer üzündə, onlarla bu toxumu qataram, sizin toxumunuzu məsələn qataram, bir dana vəsətdən bir ortaq, bir ağıllı bir şey çıxadaram. O tabletlərdə olan adlara bugün biz o adam ki bunu düzəldib ona Allah deyirik. Tabletlərdə deyirlər ki o Allahdır. Və o adam ki o düzəldibdir, o bizik. Biz insanlarıq. Sumeri tabletlərində belə yazılıbdır. Elə aynı nağılı biz şeydə də görürük. Mısırın əhramlarında da görürük bu işi. Aynı yazını biz Meksikin əhramlarında, o ibadətgahlarında da aynı vəziyyəti görürük. Hətta orada biz bir yer görürük ki, orada təyyara meydanı kimi bir vəziyyət var. İndi nə qədər doğrudur, yalandır, bunları da bəlkə düzəldiblər sonra. Bu qərbilərdən baş tapmaq olmaz. Bunlar yalanları düzəldirlər, sonra da onu bizə inandırarlar. Onun üçün mən bu nağılı da dedim ki, fəqət bilək ki, belə bir şeylər olubdur. Əlbəttə, mənim ağlıma çatan da budur ki, yəni bir ayrı kürədən bir şey gəlməlidir yer üzünə. Çünki biz nə cür əkinəcəyə keçdik? Nə cür biz dil açdıq? Nə cür biz ayaq üstə durduq və ayrı heyvanlar durub bizə tay olmayıblar? Biz fəqət olmuşuq beləsi. Nə cür biz yazma, oxuma öyrəşdik? Hardan bura yetişdik ki, bunu oxuyaq, yazaq? Məsələn, niyə heç heyvan nəqqaşı çəkməyib buracan dağda, divarda? Bizdən də çox ömürləri varmış. Romalılar bu mədəniyyəti yönetimləri altına aldıqları yüzlərcə millətə aşıdıqdan sonra Doğu Roma və Batı Roma adları ilə iki ayrı dövlətə ayrıldılar. Pəs deyir ki, nə oldu? O Sumerlərin, Misirlərin, Hitlərin, Asurların, Finiqilərin və ayrı bir şeylərin yardımı ilə bir Ağdəniz mədəniyyəti düzəlmişdi. Bu mədəniyyət əski Yunanlılarda olğunluğa ulaşdıqdan sonra Romalılara getdi. O millətlərin Ağdəniz mədəniyyəti əski Yunanlılarda olğunlaşdı. Olğunlaşmaq nə demək? Yəni yetişmək. Meyvə olğunlaşanda, insan olğunlaşanda, məsələn deyirlər insan, o nə bilim deyirlər 40 yaşında olğunlaşar, çünki deyirlər Məhəmməd məsələn peyğəmbərlərin bir çoxu 40 yaşında. Əlbəttə biz o zaman bilirik ki, eyni bugünkü kimi tarix tutanmırdılar ki, məsələn 40 yaşı oldu ya yox. Amma hər halda bu olğunlaşmaq, meyvənin yetişməyi, çal vaxtı var, bir də olğunlaşmaq vaxtı var, yetişmək vaxtı var. Pəs olğunluğa ulaşdıqdan sonra, deyir o Yunanda yetişəndən sonra Rumalılara geçdi. Rumlulara geçdi. Rumlular bu mədəniyyəti yönetimləri altına aldıqları yüzlərcə millətə aşıladıqdan sonra Doğu Roma və Batı Roma adları ilə iki ayrı dövlətə ayrıldılar. Pəs Rumlular nə oldu? Bu mədəniyyəti yüzlər millətçi hökmləri altına almışdılar, onlara aşıladılar, yəni onlara yüklədilər. Necə biz indi ittilatı yüklürük, kompüterə, filmi, videonu yüklürük. Aşılamaq bu anlamdadır. Yüklədilər, yəni insanların zehninə o mədəniyyəti keçirdilər. Həyatlarına keçirdilər. Aşıladıqdan sonra Doğu Roma və Batı Roma adları ilə, Şərqi Roma, Qərbi Roma adları ilə iki ayrı dövlətə ayrıldılar. İki ayrı dövlətə bölündü öz içində. Fəqət bu ayrılıq yalnız politik anlamda qalmadı. Deyir, amma bu Rumun Şərq və Qərbi Roma, Doğu və Batı Roma adı ilə adı fəqət adda siyasətdə qalmadı.
yalnız təkcə politik siyasət meydan alanda qalmadı, bunda qalmadı. Ağdəniz mədəniyyətinin də Doğu və Batı adları ilə ikiyə ayrılmasına nədən oldu. Bəlkə Ağdəniz mədəniyyəti də, Rum pörsalandı iki dövlətə Batı və Doğu. Deyir ki, Ağdəniz mədəniyyəti də iki yerə parçalandı. Mədəniyyəti də Doğu və Batı adları ilə ikiyə ayrılmasına nədən oldu, səbəb oldu. İkiyə bölündü. Avropalılar Batı Rumanın mirasçısı olduqları üçün Batı Ruma mədəniyyətini bənimsəyərək ilərilətdilər. Avropalılar, yəni bugünkü Avropalılar, Amerikada ondan hesab olur, Kanada da ondan hesab olur. Batı Rumanın, Qərbi Rumanın mirasçısı olduqları üçün tüm Qərbi Batı Rumanın mirasçısı oldular. Ruma mədəniyyətini, yəni Batı Ruma mədəniyyətini bənimsəyərək, biz mənimsəyərək deyirik. Türkiyədə həm bənimsəyək, b-la deyirlər, həm m-la deyirlər, mənimsəyərək. B-la m bir-birinə rahatca çevrilir ona görə. Biz çox yerdə bu işi görərik. Məsələn, b-m-a çevrilər. İndi misalları yadımda deyil, amma elə burada görürük. Məsələn, mənim, bənim. Bu işlənir. Bənimsəyərək, yəni mənə aid olaraq. Müsadirə bimətlub farsça deyirlər. Bənimsəyərək müsadirə bimətlub eləmək. Yəni mənim olmaq. Mənimsərək. İlərilətdilər. Yəni qabağa apardılar. İrəli apardılar. İrəli, qabaq, ön. Qabağa aparmaq. Bundan indiki Batı mədəniyyəti ortaya çıxdı. Deyir, buradandır ki, indiki Batı mədəniyyəti, yəni bu Avropa, Amerika, Kanadada yaşanan mədəniyyət buradan ortaya çıxdı. Müsəlman ərəblər isə Doğu Rumanın politik mirasçıları olduqları kimi mədəniyyətdə də onların təqibçisi oldular. Müsəlmanlar neynədilər? Müsəlmanlar Doğu Rumanın mirasçısı oldular. Müsəlman ərəblər də Doğu Rumanın şərqi Doğu Rumun politik mirasçısı, siyasətinin mirasçısı olduqları kimi, yəni olduqlarına tay mədəniyyətdə də, mədəniyyət sahəsində də onların təqibçisi oldu. Onların təqibçisi, yəni onların dalısıcan gedən oldular. Yəni Doğu mədəniyyətinin dalısıcan gedən oldular. Bəs müsəlmanlar, ərəb müsəlmanlar indi deyir ki, ərəb müsəlmanlardan da biz aldıq. Ona görə dedi ki, İslam mədəniyyəti deyilir. Bunu ona görə Bibeləni tozih verdi ki, İslam mədəniyyəti deyə bir şey yoxdur. Ruma mədəniyyəti gəlir, Rum iki yerə bölünür. Bir şərqi, bir qərbi. Qərbi Rumu gedir, bugünkü qərbi dediyimiz ölkələrə tutur. Şərqi də bugün İslamla gəlir və sonra farslar və türklər də alırlar. Və o birisi millətlər, Malezi, Endonezi, Filipin, Singapur, nə bilim, hər yerdəki müsəlmanlar, qeyri-türk və qeyri-fars və qeyri-ərəb millətlər ki, müsəlmandılar, onlar da bunu oradan alırlar. Doğu təqibçi oldular. Doğu Ruma, yazıb Duma. Diqqət buyurun, burada bir dənə səhvi var. Doğu Ruma mədəniyyəti müsəlmanların əlinə keçincə Doğu mədəniyyəti adını aldı. Deyir ki, Doğu Ruma, Şərq Rumun mədəniyyəti müsəlmanların əlinə keçən kimi Doğu mədəniyyəti adını aldı. Buna Doğu mədəniyyəti dedilər, Şərq mədəniyyəti dedilər. Bu tezimizi isbat üçün Doğu mədəniyyətinin elemanlarına bir az göz gəzdirəliyim. Deyir, bu tezimiz ki, bu nəzəriyyə ki biz verdik, bu adam bir nəzəriyyə verdi. Beləsi şərq mədəniyyətindən ibarət budur. Biz şərq mədəniyyətinə İslamla girdik. Bunun da mən anlatıb budur. İndi bunu deyir, bu tezimizin, bu tez latincə bir sözdür, nəzəriyyə, fikir, düşüncə. Amma elmi fikir, elmi düşüncə. Elm nə deməkdir? Elmlə təəssübün bir fərqi var. Elm açıqdır, bunu daimən nəqd eləməyə, rədd eləməyə, ya qəbul eləməyə.
din və təəssüb bu ikiyə bağlıdır. Bu ikiyə bağlıdır. Məsələn, biri də deyirlər ki, kuruş yoxdur. Biri də deyirlər, kuruş vardır. Onlar ki, deyirlər, vardır və bunun üstündə savaşırlar, bunlar elmi baxmırlar. Bunlar təəssüblə baxırlar. Ya din kimi baxırlar. Necə ki, onlar ki, deyirlər, məscid müqəddəsdir. Məscid müqəddəsdir, dediyim kimi, adamlar gedirlər ora. Biri ev kimidir, evdir yəni əslində. Ora bir evdir. Orada adamlar da yata bilər, heyvanlar da yatdırmaq olar. Evdir. Amma biz ora bir ad qoyandan sonra, o hər şeyə bir ad qoyandan sonra biz evdə mal saxlamarıq. Təvlədə mal saxlarıq. Müqəddəs deyil, sadəcə təxəssüsləşdirmək məsələsidir. Son cümləmizi də oxuyaq, qutaraq bu tezimizin isbatı üçün bu fikir və düşüncəmizin ki biz dedik, bu deyir, adam dedi, mən də bu günü bunu açıqlamağa çalışdıq. Doğu mədəniyyətinin elemanlarına bir az göz gəzdirəlim. Bir doğu mədəniyyətinin, yəni o Rom və Şərq mədəniyyəti dediyimiz mədəniyyətinin elemanlarına, eleman yəni ünsürlərinə, onu düzəldən şeylərə göz atarıq. Bir az göz atalım, yəni biraz vaxt qoyaq onun üstündə, biraz düşünəlim, biraz onu açıqlayalım. Gəzdirəlim, yəni göz gəzdirəlim cəmdir. Biz bu işi görək. Niyə deyir biz? Çünki yazan təhdir. Yazan özün təht görmür. Deyir, mən yazıram, oxuyanlar da məndən bunu bərabər gedir. Ona görə özün cəm tutur. Əziz dostlar, 42-ci səhifəni də oxuduq. 43-cü səhifədən də birinci paragrafı oxuduq. Mən fəqət baxın görün dostlarımız əgər bir şey yazıblar ki, bunları biraz sürətlə oxudum. Əgər bunu şey eləyə bilsək, dostlarımızın bir sorusu zadı olmuş olsa burada ona cavab verək və gedək. Salam aleyküm salam əziz dostlar. Qoyun beləsi tutum şey olsun. Pis görsənməsin çox da. Bağışlarsınız, mən feylən ki bir şey görmürəm. Dostlar selam aleykümdən sonra Şiə məruf be muxtəe است. از لحاظ فقه یعنی علما مجاز به خطا هستند و مشکلی ندارد. Yox, اتفاقا bir şey ki 500 il ən azı sabiqəsi var. Baxın, xətakar deyirlər. Bir şey ki 500 il təcrübə olubdur. Bir fiqh. Məsələn, bunlar deyək ki Bəharul Ənvar oxurlar. Deyək ki Şeyx Ənsarinin kitabını oxurlar. Deyək ki dünənləri dedim o filsuf ki əksi görüb. Onun adı Şeyx yadımdan. Əlan gəldi, zehnimə getdi bax. Mən də belə zahirən Alzheimerə mübtəla olurum. Hər halda baxın 500 il azmunu xətadan sonra deyək ki, xətadır, bu iştibahdır. 500 ildir bunu gərək bilə ki, ağa da bu düzdəydi, 500 il işləmədi, ata kənara. İttifaqən əgər bir ilin içində işləmədi, gərək ata kənara. Bu, məncə bu fəqət istəyiblər deyələr ki, mollalara irad tutmayın. Çünki xəta, necə ki xəta? Niyə biz hər elmə xəta? Əgər fiqhdə bir növi iqtisadiyyata dixalət edir, təmizliğə dixalət edir, insanın düşüncəsinə dixalət edir, həlamı həlalına dixalət edir, bu da gərək elmi olsun. Əgər elmi deyilsə və azmunu xətə ilə heç olmasa islah olmur, bu təəssübdən başqa bir şey deyil və müqəddəs də deyil, gərək atılı eşiyə. Belə bir şey yoxdur. Yəni, biz bunu qəbul etməməliyik. İstisna verməməliyik. Yəni, niyə mən xəta eləyəndə mücazat olan, bir dənə ayətullah xəta eləyəndə mücazat olmayan? Niyə bir siyasətçi, bir iqtisadçı mücazat olur, bu olmur? Niyə? Bunu mən qəbul etməyəcəyəm əsla. Təəssübüm var buna. Heyət əzniyakan Türk budən Hitler əzniyakan Türk بودن که اولین بار حکومتی دموکراتیک داشتن و مجلسی به نام پانک داشتن و در جنوب آذربایجان کنونی زندگی میکردن 5000 سال پیش تقریبا. Tamam, dostumuz bir Hitlerə görə gözəl məlumat verdi. Təşəkkür edirəm. Deyir ki, Hitler biz Türklərin Güney Azərbaycanda ya Azərbaycanda yaşayan Türklərin ataları imişlər, babaları imişlər, ya nəsilləri imiş, öncəki nəsilləri imiş. Özləri də bunlar bir
demokratik təzə anlamdır. Özlərinə görə bir xalqa dayanaraq bir sistemləri varmış və oradan məsələn bizim qurultayımız varmış türklərin son zamanlarda. O zamanlarda Hitit zamanında bir qurultayları, məclisləri varmış. Adı Pankmış. Dostumuz belə deyir və bugünkü Azərbaycan Cənubi ətrafında ya torpaqlarında yer edilmişlər 500 il bundan qabaq təqribən. Ayətullah Şəbistəri mötəqid است ki, درون فکر گذشته və karayı نداره. Dəqiqən mən də belə düşünürəm. Ayətullah Şəbistəri də mən təsdiq edirəm onun da fərmayişlərini. Mənim də nəzərimə belədir. Qurana da beləsi baxmalıyıq. Quranda mənim nəzərimcə bu işi çəlişkilidir. Quranın özü Həzrət Məhəmməd deyibdi. Deyirlər Kuttab-ı Quran var imiş. Əgər Kuttab-ı Quran var imiş, bəs nəyə bunu dubarədən Həzrəti Əli, Ömər, Osman və o birisilər yığışıblar və diri əshab yığışıblar və bir dənə Quranda müştərək gəlibli bir yerə yığışıblar. Yox, əgər Kuttab-ı Quran yox imiş, onda bu sözlərin bir çoxu yaddan çıxıbdır, bir çoxu da dəyişilibdir. Məsələn, arvadları həm sevərəm, həm dövərəm Quranda da vardı. Bu düz gəlmir nəzərə. Həzrət Məhəmməd də belə bir iş görməyib. Xədicəyə görə, o birisi xanımlarına görə belə bir şey görməyibdir. Əgər bu cür tarixlər vardı, biz bunları qəbul etməməliyik. Çünki bizi Allah ağıl verib, heç olmasa, Allah da olmasa o Sumerilər dediği mövcudlar bizə bir ağıl veriblər, fikirləşək və bu fikirlə yolumuzu tapaq. Bu Müctəhid Şəbistərinin taza nəzərləri var, gözəl nəzərləri var, oxumamız gərəkir din haqqında, amma hər halda bizim camiəmiz dinsiz bir camiə tərəfinə gedir. Yəni bu tezlikdə bizim dinə dönüşümüz gözlənmir heç olmasa. Onun üçün də enerjimizi onun üstündə qoymayaq. Əziz dostlar, yazılarınızı da gördüm. Təşəkkür edirəm. Çox sağ olun. Gələn gün görüşüb və kitab oxumaq ümidi ilə xahiş edəcəyəm dostlar. Hətta məsələn Müctəhid Şəbistərin gəlin bir kitabını götürün, oxuyun. Ya o Hititlərə görə bir şey oxuyun, qoyun məni öyrəşim, o birisilər öyrəşsinlər. Sağ olun, sağ qalın, yaşayasınız.